Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyer məsləhətçisi. Karyer məsləhətçisi kimdir? Karyer məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçün isə mənimlə əlaqəyə keçə bilərsiniz sözlərlə. Deməli, yoldaşlar, bu günləri 27 mart 2025 tarixidir və mən bu günləri sizin üçün bu günə olan, yəni bu gün dərc olmayan ən yeni iş elanları ilə sizi tanış eləmək istəyirəm. Əlbəttə ki, iş elanları həmişə olduğu kimi demək olar, yenə də çoxdur, yüzlərlədir demək olar. Amma mən onların hamısını sadalaya bilmərəm əlbəttə ki, bu videoda. Onların bir qismini sizin üçün sadalamaq istəyirəm. Ümumiyyətlə, digər işlərlə də tanış olmaq üçün, həmçinin ümumiyyətlə, iş axtarışınız zamanı sizə dəstək olmamı istəyirsinizsə, sizə özəl dəstək verə bilərəm. Özəl dəstəklərindən faydalanmaq üçün isə əlaqə vasitəmə mesaj yaza bilərsiniz. Deməli, yoldaşlar, onlayn ingilis dili müəllimi işi var. Əgər B2 səviyyədən bilirsinizsə. Sonra direktor köməkçisi işi var 800 manatlıq. Qabyan işi var 400 manatlıq. Sürücü işi var 700 manatlıq. Ambarda fəhlə işi var 600 manatlıq. Satçı kasser işi var. Sürücü işi 900 manatlıq da var. Ekspeditor işi var 800 manatlıq. Mühasib köməkçisi işi var 700 manatlıq. Peşəkar dərzi işi var 1000 manatlıq. Ambardar işi var 700 manatlıq. Supervisor işi var 1200 manatlıq. Ekspeditor işi var 1200 manatlıq. İnsan resursları üzrə rekruter işi var 700 manatlıq. Ofis köməkçisi işi var bəylər üçün 500 manatlıq. Sürücü işi 700 manatlıq da var. Ondan sonra satçı işi 500 manatlıq var. Mühasib köməkçisi var Respect Solution şirkətində. Ofis meneceri koordinator Swissdentdə də var, klinikadır. Agronom köməkçisi işi var Greentech şirkətində. Operator işi var Avromark şirkətində. Helpdesk üzrə mütəxəssis işi var Yevo Akademiyada. Flag Akademiyada da menecer koordinator işi var yoldaşlar. Satış üzrə təmsilçi işi var ARC qrupda. Satıcı işi var Camal şirkətində. Satış təmsilçisi işi var Mətanətdağ şirkətlər qrupunda. Sonra usta işi var Mətanətdağ şirkətində. Rəngsaz işi var, istehsalat xəttində nəzarətçi işi var, çeşidləyici işi var, operator işi var, onlayn assistent işi var, insan resursları ikisi mütəxəssis işi var. Ambarda, reception, sima, yəni belə deyim də model işi var. Sürücü işi var, metal sexində sex rəisi köməkçisi işi var, alkopan ustası işi var, reception işi var, ekspeditor işi var. Sonra xarici bazarda intern işi var yoldaşlar. Sonra satın alma üzrə mütəxəssis işi var, ikisi mütəxəssis işi var, Glemco şirkətində, Azərbaycan filialında. Satış assistent işi var, Organization of Medical Project, tip tədbirlərin təşkili üzrə belə deyim, bir təşkilat var, orada satış assistent işi var. Sonra Azərbaycan Beynəlxalq Bankında